Hamı ondan danışır, hamı onu istəyir. Amma çoxu hələ də anlamır. Bir maşın necə olur ki, 30 il keçsə də müasir superkarları utandırır? Xeyr, söhbət sadəcə dizayndan getmir. Söhbət əsl əfsanə olan Supradan və onun kapotunun altındakı o canavardan gedir. 2JZGTE. Bu sadəcə mühərrik kodu deyil, mühəndislik sənətidir. Sirri nədədir? Çox sadə, həddindən artıq dözümlülük. Yaponlar bu bloku çukundan elə bir möhkəmlikdə hazırlayıblar ki, zavod detalları ilə 800, hətta 1000 at gücünə qədər dözür. Müasir alüminium mühərriklər isə bu gücdə sadəcə əriyir. Supra sanki gələcəkdən gəlmiş bir tankdır. Bugün bir Supra MK4 almaq bir mənzil qiymətinə başa gəlir. Çünki sən sadəcə dəmiri yox, Fast and Furious nəslinin ruhunu, heç vaxt köhnəlməyən o turbonun səsini və saf mexaniki gücü alırsan. O, rəqəmsal dünyanın içində qalan sonuncu analoq qəhrəmandır. İndi isə gələk əsas məsələyə. Supra həqiqətənmi hər qəpiyinə dəyən bir mühəndislik şahəsərdir, yoxsa sadəcə internetin şişirtdiyi bir nostalji? Gəlin, rəylərdə savaşı başladaq. Köhnə bir əfsanə, yoxsa müasir texnologiya? Supra, yoxsa yeni nəsil bir Alman? Sənin tərəfin hansıdır?